bu bayram İslam'a ziddimi? Təbii ki, biz ənənəvi İslama baxası olsaq görürük ki, əslində bu bayram İslamın əvvəlki dönəmində, yəni Əməvilər dönəmində, Abbasilər dönəmində yaşayıb. Bu bir zid bayram idisə niyə yaşayıb? Və günümüzdə nə baş verib ki, bu dinə qarşı qəribə bir qarşıdurma var. Bunları yalnız sual başlığı kimi qoyuram, hər kəs düşünə bilər. Amma mən istəyirəm Qurandan bir neçə ayəni misal gətirim. Quranda Ənam surəsində deyir ki, yer üzündə səyahət edin və görün əvvəlkilərin aqibəti necə oldu. Bunu bəzən yer üzündə səyahət edin, görün yalan sayanların aqibəti necə oldu kimi də tərcümə olunur. Və indi məsələ nədir? Bu Quranda deyir ki, yer üzünü gəzir. Demək ki, Quran bizə yer üzündə nə baş verən hadisələr var, bunu gəzib görməyi əmr edir. Buna bənzər başqa bir ayə var Ankebut surəsində, lakin müəyyən qədər də fərqlidir. Yer üzündə səyahət edin və görün ki, Allahın yaratdığı ilk vəziyyət necə olub. Sonra Allahın sonsuz qüdrətə inanmağa başlasınlar. Yenə gördüyümüz kimi burada bizə əmr olunur ki, yer üzünü səyahət edin və Allahın hər şeyi yaratdığının ilk vəziyyəti necə olduğunu görməyimiz, müşahidə etməyimiz bizə əmr olunur. Və bir neçə buna bənzər ayəni də deyib keçəcəm. Onlar yer üzünə səyahət edir, əvvəlkilərin aqibətlərinə baxmalarını söyləmədi ki, onlar da ibrət götürsünlər. Taha surəsindədir. Və Qasiyə surəsində onlar dəvənin necə yaradıldığını düşünməzlərmi? Və ya yenə Qasiyə surəsinin növbəti bir ayəsində qaralan, örtülən o günə bax. Və ya Mülk surəsində o 7 göyü bir-birinə uyğun olaraq yaratmış, Allahın yaratdığı heç bir nasazlıq görməzsən. Onda bir də bax, görün bir nasazlıq görə biləcəmmi? Bütün bu ayələri niyə misal çəkdim? Yəni Quran bizə əslində, bax onun yaratdığı nə varsa, yer, gecə, gündüz, heyvanat aləmi, bitki aləmi, bunları görməyimiz, yer üzünü gəzib səyahət edib və onlar haqqında müşahidə aparıb düşünməyimizi tələb edir. Və dolayısıyla bizim min illərimizi təmsil edən bayramı, onların atributlarını, əgər bu dinə zidd deyilsə, silahsı olsaq demək əslində nədir? Bizdən növbəti nəsillərin də yer üzünü gəzib müşahidə edəcəyi, görə biləcəyi hadisələri silmiş ola bilərik. Və qəribədir, bəzi dırnaq içində özünü dindar hesab edənlər hansısa bir heykəli partladır və l-axır. Yəni dolayısıyla Quran bizə demək ki, hadisələrə, təbiətə baxmağı, görməyi və bunun üzərinə düşünməyi, müşahidə aparmağımızı əmr edir. Təbii ki, burada dindar və dinsiz yoldaşlar ola bilər. Kimsənin dininə, dinsizliyinə qarışmırıq. Sadəcə olaraq, yəni bir dindarıqsa, demək ki, biz bu Qurandakı buna bənzər yetərincə ayə var. Yenidən oxuyub və düşünməliyik.